Salam əziz müəllimlər və şagirdlər, hər birinizi xoş gördük. Bugün amonimlər haqqında danışacağıq. Ekranda gördüyünüz sözlər amonim sözlərdir, nitq hissəsi olaraq isə feildir. Bilirsiniz ki, amonimin məna tayları fərqli həqiqi məna ifadə etməlidir. Alışdırmaq sözü. Alışdırmaq amonim sözdür. Bir məna tay olar. Alovlandırmaq, yandırmaq, məsələn, ocağı alışdırmaq. Digəri isə öyrətmək mənasıdır. Məsələn, uşağı hər hansı bir vərdişə alışdırmaq. Yetişmək. Yetişmək bir çatmaq mənasında işlənər. Gəlib sənə yetişdim, yəni çatdım. Digəri həddi buluğa çatmaq mənasında işlənər. Məsələn, deyirəm, maşallah oğlunuz artıq yetişib, yəni həddi buluğa çatıb. Və meyvə yetişdi, yəni meyvə dəydi. Bir də dəymiş mənasında işlənər. Süzmək. Süzmək bir oynamaq mənasındadır. Deyirəm, o toyda yaman süzürdü, oynayırdı, yəni. Və yaxud da kimisə süzmək. Baxmaq, yəni tamaşa etmək, kiməsə baxmaq mənasında və mətbəxdə nə isə süzmək, məsələn, süzgəcdən keçirtmək mənasında da işlədə bilərik. Sataşmaq. Sataşmaq söz atmaq, ələ salmaq mənasında işlənər və eyni zamanda da deyirəm gözünə sataşdı, gözünə dəydi, yəni gözünə göründü. Gözə görünmək, gözə dəymək mənasında da işlənər. Ötüşmək. Bülbüllər ötüşür, yəni oxuyur, oxumaq mənasında. Maşınlar ötüşür, yarışmaq mənasında işlənər və deyirəm bir təhər ötüşürük, dolanırıq mənasında, yəni dolanmaq mənasında da işlənir. Qıymaq. Qıymaq bir heyfi gəlmək mənasındadır. Nəyinsə qıyır, heyfi gəlir və gözlərini yarı yumaraq baxmaq mənasında da işlənər. Deyirəm, o gözlərini qıyaraq baxırdı, yəni gözlərini yarı yumaraq baxırdı. Qatlanmaq. Qatlanmaq bir bükülmək, yəni iki qat olmaq mənasında. Digəri isə tab gətirmək, dözmək mənasında işlənər. Məsələn, çətin günə qatlanırdı, yəni dözürdü. Qapılmaq. Qapılmaq bir uymaq, alüdə olmaq mənasında işlənər. Nəyisə alüdə olursan, uyursan, bu qapılmaqdır. Və dartıb almaq mənasında da işlənir. Məsələn, deyirəm, papağı başından qapıldı, yəni dartıb alındı. Görmək. Görmək bir müşahidə etmək mənasında işlənər. Nəyisə görmək. Bir müşahidə etmək olar, digəri də iş görmək, yerinə yetirmək olar. Yerinə yetirmək mənasında da işlənər. Çalmaq. Çalmağın məna tayları genişdir. Məsələn, deyirəm ki, ilan çaldı, yəni sancdı. Sancmaq, dişləmək mənasında işlənər. Musiqi alətində çaldı, yəni musiqi alətində ifa etmək mənasında işlənər. Ot çalmaq, ot biçmək mənasında da işlənər. Həmçində çalmaq, oğurlamaq mənasında da işlənir. Yəni amonim sözdür. Bişmək. Bişmək bir odda qızarmaq mənasında işlənər. Nəyinsə bişməyi, məsələn, xörəyin bişməyi. Və bişmək bir də ustalaşmaq mənasındadır. Artıq puxtələşir. Bu işdə pişir, puxtələşir. Bir də puxtələşmək mənasında işlənər. Bələnmək. Bələnmək bir bələyə bükülmək mənasındadır. Məsələn, uşaq bələndi, bələyə büküldü. Bir də bulanmaq, bulaşmaq mənasındadır. O bəzən də deyilir, qanına bələndi. Bir də dediyimiz kimi bulaşmaq mənasında işlənir.